Salam değerli izləyicilər. Bugün sizler için yeni bir izah verəcəm. İzahımız nədir? Turan taktikasının istifadə olduğu döyüşlər. Sadəcə olaraq bu döyüşlər haqqında, yəni adlarını deməyəcəm, döyüşlər haqqında ətraflı danışam. Deməli, Turan taktikasından istifadə olmuş döyüşlər deyəndə, məsələn, Pinsek döyüşünü deyə bilərik, sonra Kara döyüşünü, Malazgirt döyüşünü, Nikolu, Buxarç, 2. Sufyan və nəhayət 2. Qarabağ müharibəsini misal çəkə bilərik. Bu döyüşlərdə Turan taktikasından istifadə olunur. İndi bu döyüşlər haqqında ətraflı danışaq. Deməli, Pinsek döyüşü dedik. Nə oldu? 200-cü ildə eramızdan əvvəl kimlər arasında oldu? Bir dəqiqə. Hansı rəngimiz var? Qırmızı. Kimlər arasında oldu döyüş? Bunlarla Çin arasında oldu. Deməli, Pinsek kimlər arasında oldu? Bunlarla Çin arasında oldu. Çində hansı sülalədir? Xan sülaləsidir. Bunlarda kimin və nəticəsində oldu? Bunlar birlikdə qalib gəldi, Çin məğlub oldu. Müqavilə bağlandığı müqavilə şərtlərdə göstərilirdi. Çin hər il ipəklə xərac verəcək, sonra Çinin şimalı bunlara keçdi, mühüm ticarət yolları bunlara keçdi. Aydın oldu bura qədər 200-cü ildə oldu eramızdan əvvəl. Bu getdi, yəni burada Turan taktikası istifadə olundu. Sonra davam edən kimlər arasında? Roma və Parfiya arasında oldu. Parfiyanın bəs burada müttəfiqi kimdir? Atropatenadır. Kim qalib gəlir burada? Təbii ki, Parfiya Atropatenanın birləşmiş dövlələri. Roma məğlub oldu. Aydın və Kara döyüşləri oldu. Eramızdan əvvəl 53-cü ildə oldu. Roma və Parfiya arasında oldu. Parfiyanın müttəfiqi Atropatenadır. Bunlar arasında tək 53-cü ildə yox, bir də döyüş olacaq. O nə vaxtda eramızdan əvvəl 38-ci ildən olan döyüşdəyiz, amma burada Roma qalib gəldi. Partiyanın əsas məqsədi Romanın nasiyadan çıxarmaq idi, amma çıxara bilmir. Deməli, bu döyüşdə dedik, yəni 3-cü il Karada da Turan taktikasına istifadə olundu. Sonra Malazgirt döyüşünün 71-ci ildə oldu, Səlcuqlarla Bizans arasında oldu. Bizansa kimdir? Roman Diyojendir. Səlcuqların kimdir? Alparslan. Alparslan. Ümumiyyətlə, testdə sual düşə bilər ki, Alparslanın əsas məqsədi nə idi? Anadolunu tutmaq. Və 1071-ci ildə döyüş olur. Bu döyüşdə də Turan taktikasına istifadə olunur və Anadolu həmişəlik Türk torpaqlarına çevrilir. Sual yarana bilər, testdə sual bilər ki, Səlcuqlar hansı hadisədən sonra Mərkəzi Asiyada əsas qüvvə olur, güc olur. Mərkəzi Asiya deyilsə biz götürəcəyik nə? Dəndənəçən döyüşü, Minqı. Yox, əgər hansı hadisədən sonra Ön Asiya deyilsə biz nə götürəcəyik? Götürəcəyik Malazgirt döyüşünün 71-ci ildə qalib gəlindən sonra Ön Asiyada əsas güc oldu. Buna qədər də ayrıldı. Sonra nədən davam edir? Nikolu döyüşü. Nikolu döyüşü 1396-cı ildə oldu. Osmanlı dövlətinə aid bir döyüşdü. Nikolu döyüşü 1396-cı ildə kimin dövlətçi? İldırım Bəyazıt'ın dövlətçi. İldırım Bəyazıt'la Avropa sərhədləri arasında olur və nəticəsində oldu. Nəticəsində İldırım Bəyazıt qalib gəldi. Bu döyüşlər Turan taktikasında istifadə olundu. Sonra Muxas döyüşü dediğim Muxas döyüşlər olacaq. 1526-cı ildə bu da Osmanlı dövlətinə aiddir. Sultan Süleymanın dövrünə aiddir. Süleyman və Çex Macarlar arasında oldu. Çex Macarlar. Və nəticəsində oldu. Süleyman qalib gəldi. Sultan Süleymanı öldürdü və 1126-cı il Muxas döyüşü oldu. Çex Macarları Süleyman məğlub elədi və burada da Turan taktikasına istifadə olundu. Yaxşı, sonra 2. Sufyan, oradan da onun ardından gedirək, o da gedirək, yaxşı. 2. Sufyan dedik ki, 1605-ci ildə oldu, Səfəvilərlə Osmanlı arasında oldu. Səfəvilərdə də kim hakimiyyətdə? 1-ci Abbasın dövrü. Şah 1-ci Abbasın dövrüdür. Sufyan döyüşü 2 dəfə oldu. Biri Məhəmməd Xudabəndənin dövrüdür. Orada Osmanlı qalib gəlir 1-ci Sufyan döyüşündə. Amma 2-ci Sufyan 1605-dədir. O Şah 1-ci Abbasın dövründədir. Orada da Abbas qalib gəlir. Yəni Osmanlı torpaqlarını azad eləmək yolunda addımlar atır. Həmçinin 1605-ci ildə 2-ci Sufyanda da qalib gəlir. Yəni Osmanlılar məğlub oldu. Həmçinin də bizim bildiyimiz məşhur 2-ci Qarabağ müharibəsi 2020-ci ildədir və burada da Turan taktikasına istifadə olundu. Deməli, bir də təkrar edək. Turan taktikasından hansı döyüşlərdə istifadə oldu? Pinsek, Çin bunlar arasında oldu. Kara döyüşü eramızdan əvvəl 3-cü ildə Roma Parfiya birləşir. Daha doğrusu Roma ilə Parfiya arasında
Atropatenanın müddəti 2000 Atropatenadır. Sonra Muğaç döyüşündə istifadə olunur 1526. Süleyman dövrünə düşür, Çaxmazarlar məğlub eləyəcək. Niqmolu 1396 İlgrin Bəyazitli sənətçiləri məğlub eləyəcək. İkinci Qarabağ müharibəsidir, bilirik. Sonra 2-ci Sufiya 1065-ci ildədir. Səfəvlər Osmanlı arasında oldu. Səfəvlərdə 1-ci Abbaslı Osmanlıları məğlub edir. Abbas qalib gəlir. Malazgirt 1071-ci ildə oldu. Səlcuqlarla Bizans arasında, nəticədə Roman legionu məğlub oldu. Anadolu həmçinin Türk torpaqlarına çevrildi. Alparslan qalib gəldi. Sonra Pinçə ilə dedik ki, bunlarla Çin arasındadır. Çində hansı ailəsidir? Bunda da Mededir. Müqavilə bağlanır, Çinin şimalı bunlara keçir, ipəkdən xərac verməlidir. Bir də mühüm ticarət yollarına nəzarət onların əlinə keçir. Daha doğrusu Çinin şimalı bunlara keçir, xərac verməlidir. Belə. Başqa nə qaldı burada? Yəni, Turan taktikasında istifadə olunmuş döyüşlər bunlardır. Növbəti izahlar görüşərik. Sağ olun, hər